19-cu testə baxırıq. M bərabərdir 10 üstü mənfi 15 kiloqram kütləli zərrəcik, Y bərabərdir 10 üstü 4 volt bölü metr olan bircin sahədə şəkildəki vəziyyətdədir. Bu zərrəciyin bircin sahədə sabit sürətlə hərəkət edə bilməsi üçün yükü neçə kulon olmalıdır? Bu tipli testlərdə biz əvvəlcə qüvvələrin istiqamətini qeyd edirik. Belə bir yükə, sahə içərisində qeyd olunan belə bir gətirilən belə bir yükə əvvəlcə onun ağırlığı təsir edir, mg'si. Və sonra əgər bu sabit sürətlədirsə, sabit sürətlə hərəkət edirsə, tarazlıqdadırsa, demək ki, bunun əvəzləyici qüvvəsi nədir? Yazırıq, əvəzləyici qüvvəsi 0'dır. Bunun əvəzləyicisini tapmaq üçün dedik ki, birinci ağırlığı tapdıq və əvəzləyici 0'dır. Ağırlıq aşağıdır, əvəzləyici 0'dırsa, demək ki, digər bir qüvvədə, təsir edən digər bir qüvvədə ağırlığın əksinə təsir edir. Yəni, yuxarıya doğru, müsbətə doğru təsir eləyəcək. Və həmin o qüvvə də təbii ki, elektrik sahəsi olduğuna görə elektrik qüvvəsidir. Kulon qüvvəsi elektrik qüvvəsidir. Və bu qüvvə əgər müsbətə doğru gedirsə, demək ki, bu yükü, bu zərrəciyin yükü mənfidir, mənfi yüklüdür. Bunu yadımızda saxlayırıq. Yadımızın bir kənarında saxlayırıq ağlımızda. Deməli, bu tipli testlərdə dedik ki, tarazlıqdadırsa, sabit sürətlidirsə, əvəzləyici 0'dır. Əvəzləyici də 0'dırsa əgər, əks tərəflərə getdiyinə görə bunlar bir-birinin elə bir bərabər sayılırlar. Kulon, həmin bu dediyimiz qüvvədə, baxın bu kulon dediyimiz bu qüvvədə, gəlin sadəcə F yazaq. Elektrik qüvvəsi də QY-yə bərabərdir. Aydındır uşaqlar, QY. Və ağırlığımız da bizim mg'dir təbii ki. Deməli, bunu da yazın. F ağırlıq bərabərdir mg. Bunu da belə çərçivəyə alın. Aha. Bunları biz bir-birinə bərabər edirik. Yazırıq QY bərabərdir mg. Bizdən Q-nü soruşur. O zaman yazırıq Q bərabərdir mg bölünsün Y-yə. Belə. Buradan elə yerinə qoyuruq. M-imiz 10 üstü mənfi 15 vurulsun 10, J-ni verib 10. Yəni, intensivlikdəki 10 üstü 4'dür. Buradan ixtisarlar gedəcək, qalacaq 10 üstü mənfi 15 bölünsün 10 üstü 3. Bunlar da belə üstlərini çıxanda mənfi 15 çıxılsın 3, o da eləyəcək. Mənfi 18, Q bərabərdir. Sadəcə burada mənfi olduğuna görə bu Q-nün yükü bir dənə mənfi 1'ə vurulduq. Olacaq 10 üstü mənfi 18, mənfi 1 vurulsun 10 üstü mənfi 10. 8 cavab D variantı.